Məsələ ki, 120 ədədinin sadə olmayan müsbət tam bölənləri cəmini tapın. Məlumdur ki, A daxildir n mürəkkəb natural ədədi üçün. A bərabərdir A1 üstü alfa 1, A2 üstü alfa 2, vuraq və s. AN üstü alfa n olduqda müsbət tam bölənləri cəmi A ədədinin S ilə desək ona, o bərabərdir A1'in üstü alfa 1 üstə gəl 1 çıxaq 1 bölünsün A1 çıxaq 1. Vuraq A2'nin üstündə alfa 2 üstə gəl 1 çıxaq 1. Məxrəcdə A2 çıxaq 1. Və s. Vuraq olacaq A-N'in üstü alfa n üstə gəl 1 çıxaq 1 bölək A-N çıxaq 1. Cəm bu düsturla tapılır. Müsbət tam bölənlər cəmi bu düsturla. 120 ədədini sadə vuruqlarına ayırıram. 120 olacaq 2'yə 60, 60'ı 2'yə 30, 30'u 2'yə 15, 3'ə 5, 5 5'ə 1. Deməli 120 bərabər oldu. 2'nin kubudur, bir dənə 3 və 1 5'dən ibarətdə olacaq. 2'nin kubu vuraq 3, vuraq 5. Gördüyünüz kimi sadə bölənlər burada 2, 3, 5'dir. Onda sadə bölənlərin cəmi tapıram burada 2 üstə gəl 3, üstə gəl 5 bərabərdir 10 olur. Bütün müsbət tam bölənlər cəmini tapıb sadə bölənlərin cəmini çıxacağıq. Onda olur bu şəkildə. S120 bərabərdir. Düstura əsasən yazırıq. 2'nin üstü 3 üstə gəl 1, çıxaq 1, 2 çıxaq 1. Vuraq 3'ün üstü 1 üstə gəl 1, çünki qüvvət 1'dir, çıxaq 1, 3 çıxaq 1 və vuraq 5'in üstü 1 üstə gəl 1, çıxaq 1, bölək 5 çıxaq 1. Bu da bərabər də alırıq. 16 çıxaq 1, 15, bu elədir 15, birinci vuruq. 9 çıxaq 1, 8 bölək 2, 4. 25 çıxaq 1, 24 və 6. Bu da bərabərdir. 60, 4, 15'ə varında vuraq 6, 360. Beləliklə, 120 ədədinin sadə olmayan müsbət tam bölənləri cəmi müsbət tam bölənləri cəmindən sadə bölənlərin cəmini çıxırıq 10, bu da bərabərdir 350. Beləliklə, məsələnin cavabı 350.